Qorxma, mən səninləyəm adlı məşhur filmə yəqin ki, hamınız baxmısınız. Baxmayanlar varsa mütləq bu günlərdə tapın və baxın. Orada ən məşhur ifadələrdən biri də belədir. Bu diş sənin deyil, mənim də deyil, onlarındır. İndi buna bənzər bir durum yaranıb Azərbaycanda. Təbib adlı tibbi qurum ortalıqda cövlan edib diş həkimlərinə şərt qoyur. Çıxartdığınız və ya müalicə etdiyiniz diş xəstənin deyil, sizin de değil, onlarındır. Kimindir? Təbibi kim rulet eləyirsə onlarındır. Təbib diş həkimlərinə haqq qoyub, rayonlardakı stomatoloqlar çıxartdıqları dişə görə ayda 1200 manat, Bakıdakılar isə ayda 2000 manat pul ödəməlidirlər. Kimə ödəməlidirlər? Onlara. Onların kim olduğunu isə siz bilirsiniz, mən də bilirəm. Dövlət adından edirlər əlbəttə. Dövlət də onlarındır. Dövlətin xəzinəsi seyrəlir və diş həkimlərinin də dişini çıxarıb onları rahatlamaq lazımdır. Diş həkimləri isə hələlik pozitiv sayacağınız müqavimət göstərirlər. Mən sizə diş həkimlərinin bir bəyanatını oxuyacağım. Biz uzun illər boyunca çətin və məsuliyyətli təhsil yolu keçərək stomatologiya sahəsində ixtisaslaşmış və minlərlə insanın sağlamlığına xidmət etmiş həkimlər olaraq son zamanlar qarşılaşdığımız ədalətsizliklərə, həmçinin stomatoloqların nüfuzunu və fəaliyyətini sual altına alan qərarlara görə dərin narahatlıq keçiririk. Stomatoloq olmaq yalnız dişlə bağlı müalicə aparmaq deyil, insan sağlamlığının bütövlüyünü təmin edən çətin və incə bir sənət sahəsidir. Bizlər 5 il müddətində ali tibb təhsili alaraq, yüzlərlə imtahandan keçərək, praktik təcrübələr toplayaraq bu peşəyə yiyələnmişik. Gecə gündüz demədən həm pandemiya dövründə, həm də çətin şəraitlərdə insanlara xidmət etmişik. Lakin bugün təbib tərəfindən stomatoloji müəssisələrə tətbiq edilən yeni 1200 və 1800 manatlıq dırnaq arası plan tələbi nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur. Bu planlar əsassız və qeyri-etik tələblərlə həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilmişdir. Bu sistem yalnız vicdanla çalışan həkimlərin deyil, ümumilikdə stomatoloji xidmətlərin keyfiyyətinə də mənfi təsir göstərir. Daha acınacaqlısı odur ki, bu qərarların fonunda heç bir tibbi və stomatoloji təhsili olmayan, qanunsuz şəkildə diş müalicəsi və protezləşmə ilə məşğul olan şəxslərə qarşı heç bir cəza tədbiri görülmür. Əksinə, təhsilli, lisenziyalı və peşəkar stomatoloqlara qarşı təzyiqlər artır, işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Bu sadəcə bir haqsızlıq deyil, bu səhiyyənin gələcəyinə qarşı bir təhlükədir. Biz stomatoloqlar olaraq bu ədalətsizliklərə qarşı çıxır, aşağıdakı tələblərlə rəsmi qurumlara və cəmiyyətə müraciət edirik. Təbibin tətbiq etdiyi 1200 və 1800 manatlıq plan tələbləri dərhal ləğv olunsun. Stomatoloji fəaliyyəti yalnız uyğun diplom və icazəsi olan şəxslər tərəfindən həyata keçirilməli, digərlərinə qarşı hüquqi tədbirlər görülməlidir. 3. Təhsilli və peşəkar həkimlərin işdən uzaqlaşdırılması və ya təzyiqə məruz qalması dayandırılsın. 4. Həkimlərin əməyinə, peşəkarlığına və insan sağlamlığına verdiyi töhfəyə hörmətlə yanaşılsın. Biz bu məsələnin yalnız stomatoloqların deyil, bütün cəmiyyətin sağlamlığı ilə bağlı olduğunu düşünür və bütün aidiyyatı qurumları məsuliyyətli və ədalətli qərarlar verməyə çağırırıq. Dəyərli izləyicilər, təbib öz başına belə bir qərar verə bilməz əlbəttə, burasını anlayırıq, amma bu müraciətdə diqqətimi xüsusi bir ifadə cəlb etdi. Biz bu məsələnin yalnız stomatoloqların deyil, bütün cəmiyyətin sağlamlığı ilə bağlı olduğunu düşünür və bütün aidiyyatı qurumları məsuliyyətli və ədalətli qərarlar verməyə çağırırıq. Əlavə edirəm, ölkədəki heç bir ciddi problem xüsusi olaraq hansısa kateqoriyadan olan adamlara aid deyil. Bunların hamısı ümummilli problemlərdir. Bütün bu ümummilli problemləri doğuran isə bir ümummilli dərddir. Onu həll etmək lazımdır. Hansısa yolla həll etmək lazımdır. Bu, əlbəttə, diş çıxartmaq, apendisit kəsmək qədər asan məsələ deyil, amma bunlar Azərbaycanın apendisitləridir, çürük dişidir, xərsəngidir, ürək damar azarıdır. Ən başlıcası ölkədə hamının içinə dolmuş bir ağrıdır.